Ankara'da birisi toplantıya gecikmesin diye taksiye əyləşib toplantı yerinə gəlir. Toplantı yerinə çatdıqda görür ki, taksidə 975 yazıb, çıxarır cibindən 10 teli taksi sürücüsünə verir. Bizdəki kimi taksi sürücüləri ciblərin eşər, ora-bura yubandırar ki, müştəri çıxıb getsin, üstü ona qalsın. Müştəri də öz ayağını süründürər ki, taksi sürücüsü çıxardıb bunun qalığını qaytarıb versin. Amma burada belə olmadı. Elə müştəri fikrindən bunu keçirirdi. Müştəri düşüb, taksidən düşdü və dedi, üstü qalsın deyə getmək istədi. Taksi sürücüsü dedi, yox abi, gözlə. Taksi sürücüsünün də xırdası yox idi və keçib o biri dükanda pulu xırdalatdırıb, gətirib bunun 25 quruşun qaytardı. Müştəri buna dedi ki, abi, mən sənə dedim axı, üstü qalsın. Sən bunu mənə niyə qaytardın? Deyir, yox, abi, sənin zamanın var. Deyir, hə, biraz zamanım var. Deyir, əgər sənin zamanın varsa, onda əyləş maşına, sənə bir hekayə anlatacağım. Bəli, bu da əyləşər maşına, maraqla gözləyər ki, bu mənə nə hekayə anlatacaq. Deyir, abi, mənim atam fəhlə idi, günlük qazanc gətirirdi evə. Bəzən iş tapanda, fəhləlik eləyib pul qazananda evə çörək gətirərdi. Bəzən iş tapmayanda evə əli boş gələrdi. Əli boş gələndə biz onun sifətindən anlayardıq ki, atamızın bu günləri pul qazana bilməyib atamız. Və atamız bizə hər dəfə yemək yeyib qutarandan sonra ayağa qalxmağa qoymazdı. Bizə hamımıza bir yerdə dua elətdirərdi. Bizə nəsiyyətlər verərdi. Biz də uşaq idi, onda ağlımız o qədər kəsməz. Sonra bizim qardaşımızın biri atamızın tərsini açardı, cırıq corab geyib, şalvarın ciblərini çölə çıxardıb, bizi başına yığardı, deyərdi, balalarım, evə haram çörək buraxmayın, heç kəsin haqqını yeməyin, başqasına xainlik etməyin, halal çörək qazanıb onunla yaşayın, deyərdi, biz də gülərdik. Uşaq idi, anlamırdıq. Bunu görən anamız bizə acıqlanar və deyərdi ki, bala, atanızı lağa qoymayın. Sizin atanız çox dürüst adamdır, ləyaqətli adamdır. Ona görə onun hörmətini saxlayın. Bizim qonşumuz isə bir varlı karlı adam idi. Onun isə 2 evladı var idi. Bu kişinin apartmanları, maşınları, torpaqları, qumarxanası var idi. Biz həmişə küçədə oturub gözləyəndə o gəlib keçərkən tez ayağa qalxıb ona ehtiram göstərərdik. Çünki onun pulu vardı, bizə bəxşişlər verirdi. Ona görə biz onu görən kimi 5 qardaş 5-imiz də ayağa qalxıb ona təzim edirdik. Amma atamız gələndə isə ayağa qalxmırdıq.
Çünki atamızın bizə nə bəxşişləri vardı, nə də hörmət edə bilirdi pulla. Belə oldu ki, atamız çox keçmədi, rəhmətə getdi. Biz elə 5 qardaş yaşayırdıq anamızla birlikdə. 5 ildən sonra həmin qonşumuz da rəhmətə getdi. Qonşumuzun 2 evladı var idi. Qonşumuz öz evladlarına deməli apartmanlar, 5 qatlı apartman, maşınlar, torpaqlar, pul qoyub getdi. Amma bizim atamız isə bizə heç nə qoymadı. Bizim atamızın bizə qoyduğu vərəsəlik dükanlara olan borcları və bizə etdiyi nəsihətlər oldu. Amma çox keçmədi ki, həmin kişinin evladları indi türmədədir. Türmədə yatırlar. Bizim 5 qardaşımız hamımızın taksisi var. Özümüzün yaşayış binalarımız var. Hər birimiz evlənmişik, uşaqlarımız var. Taksi sürücüsü bu söhbətləri danışdıqca həmin müştəri çox təsirləndi. Fikirləşdi ki, mən Amerikada elm oxuyub təhsil almışam, bu sözləri mənə heç kəs etməyib. Mən bu qədər təsirli sözlər eşitməmişəm. Bu fikirlə düşüb getmək istəyəndə dedi, abi gözlə, əsas bomba bundan sonra patlayacaq. Kişi gözlədi, dedi, nədir? Dedi, abi, əsas odur ki, indi biz həmin kişinin övladlarına qoyub getdiyi 5 qatlı apartmanı biz aldıq. 5 qardaş indi orada biz yaşayırıq. Onun övladları isə türmədə yaşayır. Və bir gün həmin atamızı lağa qoyub onun tərsini açan qardaşımız bizi öz başına yığdı və bizə dedi ki, baxın, bax, atamız bizə çox böyük miras qoyub gedib. Biz bu yerə atamızın nəsihəti sayəsində gəlib çıxmışıq. Heç vaxt evimizə haram çörək buraxmadıq. Halal çörəyimizi qazandıq. Heç kəsə paxıllıq etmədik. Heç kəsin qapısına bir daş atmadıq. Ona görə də Allah bizim əməyimizi qiymətləndirdi. Görürsünüz, ona görə ey əziz qardaşlarım, heç vaxtı evladlarınıza miras olaraq çoxlu pul, maşın, varidat qoymaq haqqında fikirləşməyin. Evladlarınıza gözəl və ləyaqətli nəsihətlər verin ki, gələcək həyatında o ondan istifadə edib öz halal yaşayışını yaşaya bilsin. Ona görə gəlin Allahdan arzu edək ki, Allah Teala heç vaxt bizə haram çörək qismət eləməsin.
Çünki başqasının alın təri ilə qazandığı çörək heç vaxt bizə halal olmaz. Başqasının malına göz tikməklə heç vaxt insan müəyyən bir mərtəbəyə gəlib çıxa bilməz. Allah bizi halal çörək nəsib eləsin və o insanların yolu ilə getməyə məcbur etsin ki, biz öz həyatımızı halallıqla quraq. Həmişə halal çörək bərəkətli olar. Diqqətinizə görə çox sağ olun.